Salam. Bugün sizin bize verdiğiniz çok maraqlı, hətta deyərdim, spesifik bir sənədi müzakirə edəcəyik. Bəli, salam, söhbət Azərbaycan Xalq Parlamenti deyilən bir qurumun qətnaməsindən gedir. Tarixi də var 27 sentyabr 2025. Düzdür. Məqsədimiz də elə bu sənədin içində nə yazıldığını, yəni nə demək istədiyini anlamaqdır. Elədir, bu sənəd birbaşa Azərbaycan Konstitusiyasına fokuslanır və ona, deməli, 1995-ci ildən bəri edilən dəyişikliklərə. Aha. Qətnamənin əsas iddiası, yəni tezisi odur ki, bu dəyişikliklər Konstitusiyanın təməl prinsiplərini, onun mahiyyətini zəiflədib. Hətta sənədin öz ifadəsi ilə desək, məhv edib. Çox kəskin ifadədir və bizim buradakı işimiz nədir? Sırf bu qətnamənin baxışını, onun Konstitusiyanın təkamülü ilə bağlı argumentlərini anlamaq. Yəni bizə nə təqdim olunubsa onu. Tamamilə, yəni biz tərəf tutmuruq, nə təsdiq edirik, nə də təqzib, sadəcə sənəd nə deyir, hansı məntiqlə deyir, bunu açmağa çalışırıq sizin üçün. Bu neytrallıq çox vacibdir həqiqətən. Onda gəlin başlayaq. Qətnamənin öz məntiqini izləyək. Əvvəlcə 1995 Konstitusiyası. Sənəd onu necə təqdim edir? Bu, sonraki arqumentlər üçün bir növ baza rolunu oynayır. Yaxşı başlayaq. Deməli, 1995 Konstitusiyası qətnaməyə görə nədir bu? Sənəd deyir ki, 12 noyabr 1995-də ümumxalq səs verməsi, yəni referendumla qəbul edilib. Bəli. Və dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunudur. Həm də xalqla hakimiyyət arasında bir ictimai müqabilə kimi göstərilir. Məhz, yəni cəmiyyətin əsas qaydaları üzərində razılaşması, həm də milli suverenliyin təminatı kimi. Bu ictimai müqabilənin hansısa sütunları xüsusi qeyd olunurmu? Olunur. Məsələn, birinci maddəyə istinad var. Hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu təməl prinsipdir. Bəli. Sonra ikinci maddə, xalq öz suveren hüququnu birbaşa səs vermə, yəni referendum və seçilmiş nümayəndələr vasitəsilə həyata keçirir. Aha. Və çox vacib bir məqam, qətnamənin sonraki arqumentləri üçün kritikdir bu 6-cı maddənin 3-cü bəndi. Orada nə deyilirdi? Hakimiyyətin mənimsənilməsi, yəni zorla ələ keçirilməsi və ya bir qrup tərəfindən saxlanılması xalqa qarşı ən ağır cinayətdir. Bu vurğulanır. Maraqlıdır. Qətnamə ilkin konstitusiyanın quruluşunu, yəni prezidentli respublika modelində qəbul edir deyəsən, yəni güclü icra hakimiyyəti. Bəli, anlayır bunu, amma eyni zamanda iddia edir ki, ilkin modeldə müəyyən tarazlaşdırıcı, yəni balans yaradan mexanizmlər də var idi. Hansı mexanizmlər? Qətnamə nəyi nəzərdə tutur? Sənəd iki əsas elementi vurğuluyur. Birincisi, Konstitusiyanın 101-ci maddəsindəki məhdudiyyət. O məşhur 2 dəfədən artıq seçilməmək məsələsi. Bəli. Eyni şəxs 2 dəfədən artıq prezident seçilə bilməzdi. Bu, hakimiyyətin dövrülüyünə, yəni dəyişməsinə təminat verməli idi. İkinci nə idi? İkincisi də parlamentin, Milli Məclisin nəzarət funksiyaları. Qətnamənin baxışına görə bu iki faktor ilkin mərhələdə müəyyən bir balans yaradırdı, az da olsa. Anladım. Deməli, qətnamənin hekayəsi belə başlayır. Əvvəl necə deyərlər, normal vəziyyət var idi, xalq hakimiyyəti, müqavilə, balanslar. Bəli, bir növ etalon kimi qoyur bunu. Amma əsas arqument bundan sonra gəlir, eləmi? İddia odur ki, bu balans sonra qəsdən pozulub. Tam olaraq. Qətnamənin bütün məntiqi elə budur ki, sonraki dəyişikliklər addım-addım Konstitusiyanın ruhunu dəyişdirib. Bəs bu dəyişiklikləri necə sıralayır? Hansı addım birinci gəlir? İlk kritik addım kimi 2002-ci il referendumuna işarə edilir. 2002. Nə baş vermişdi orada? Qətnamə nəyi həll edici sayır? Qətnamə xüsusilə 105-ci maddəyə edilən dəyişikliyə fokuslanır. Bu maddə prezident vəzifəsi boşalanda səlahiyyətlərin kimə keçməsini tənzimləyirdi. Əvvəl kimə keçirdi? İlkin variantda Milli Məclis sədrinə, amma dəyişikliklə baş nazirə keçməsi nəzərdə tutuldu. Və qətnamə bunu necə qiymətləndirir? Çox sərt. İddia edir ki, bu əslində hakimiyyətin ailə daxili ötürülməsinə şərait yaradan hüquqi mexanizm idi. Bax, belə bir ifadə işlədilir. Yəni, birbaşa bu məqsədlə edildiyini iddia edir və bunu sonraki hadisələrlə əlaqələndirir? Bəli. Birbaşa əlaqə qurur.
Deyir ki, məhz bu hüquqi dəyişiklikdən sonra 2003-cü ildə nə oldu? İlham Əliyev əvvəlcə baş nazir təyin edildi. Hə, yadımdadır. Sonra da qısa müddət sonra atasının səhhəti ilə bağlı prezident səlahiyyətlərini icra etməyə başladı və nəticədə də prezident seçildi. Yəni qətnamənin məntiqi budur. 2002 dəyişikliyi 2003 üçün hüquqi zəmin yaratdı. Bəs, sənəd belə təqdim edir. Bu, onların təqdimatında birinci mərhələdir, varislik mexanizminin, belə deyək, təməlinin qoyulması. Aydındır. Bəs növbəti addım, sənədə görə bundan sonra nə gəlir? Növbəti və bəlkə də daha çox müzakirə olunan addım kimi 2009-cu il referendumunu göstərir. Bu, sənədin argumentasiyasında çox kritik bir məqam kimi təqdim olunur. 2009. Bu prezidentlik müddəti ilə bağlı idi, düzdür. O, 2 dəfəlik limitin ləğvi. Tamamilə doğrudur. Qətnamə birbaşa Konstitusiyanın 101-ci maddəsindəki o məhdudiyyətin eyni şəxs 2 dəfədən artıq prezident seçilə bilməz, ləğv edilməsini hədəf alır. Hansı ki, əvvəl onu tarazlaşdırıcı amil kimi göstərmişdi. Bəli. Və bu məhdudiyyətin aradan qaldırılması qətnamədə çox kəskin ifadələrlə, yəni çox sərt şəkildə tənqid edilir. Nə deyilir konkret olaraq? Bu dəyişikliyin nəticəsi nə olub qətnaməyə görə? İttihamlar çox ağırdır. Qətnamə iddia edir ki, bu, respublika idarə etmə ənənəsini məhv etdi. Niyə? Çünki deyir, respublikanın təməl prinsipi hakimiyyətin dövrlüyü, məhdudluğudur. Bu addım isə sənədə görə hakimiyyətin bir nəfər tərəfindən ömürlük saxlanılması üçün hüquqi şərait yaratdı. Ömürlük. Bu da çox sərt ifadədir. Bəli. Qətnamə daha da irəli gedir, deyir ki, bununla hakimiyyəti dinç yolla əvəzləmək hüququ faktiki olaraq xalqın əlindən alındı və dövlət idarəçiliyində qətnamənin öz termini ilə ailə-klan sistemini təsbit etdi. Bu ailə-klan sistemi ifadəsi tez-tez qarşımıza çıxır deyəsən bu sənəddə. Bu kifayət qədər, necə deyim, yüklü bir termindir. Nə demək istəyir bununla? Bəli, bu ifadə qətnamənin leksikonunda mərkəzi yer tutur. Əslində, qətnamə bunu işlədərkən demək istəyir ki, konstitusiya dəyişiklikləri hakimiyyətin təbiətini dəyişdi. Onu formal institutlardan daha çox qeyri-rəsmi, ailə və ya yaxın ətraf əlaqələrinə, şəbəkələrinə tərəf yönəltdi. Yəni, qeyri-formal əlaqələr rəsmi institutlardan daha güclü oldu. Sənədin iddiası budur. Və 2009-cu il dəyişikliyi qətnaməyə görə bu sistemin hüquqi olaraq möhkəmlənməsinə xidmət etdi. Deməli, qətnamənin qurduğu hekayə belədir. 2002-də ötürmə mexanizmi, 2009-da isə bu hakimiyyətin daimi saxlanılması üçün şərait. Bu ardıcıllıqda üçüncü böyük addım varmı? Var. Və bu 2016-cı il referendumudur. Qətnamə buna əvvəlki 2 mərhələnin məntiqi davamı, hətta yekunu kimi təqdim edir. 2016. Orada nələr dəyişmişdi? Orada da 2 əsas dəyişiklik vurğulanır. Birincisi, prezidentlik müddətinin yenidən uzadılması, bu dəfə 5 ildən 7 ilə. Yenə 101-ci maddə. Yenə 101. İnstitutun, vitse-prezidentlik institutunun yaradılması, bu yeni 103.1 maddəsi idi. Vitse-prezidentlik bu yeni institutun yaradılmasını necə şərh edir qətnamə? Bunun əvvəlki dəyişikliklərlə əlaqəsi nədir sənədin məntiqində? Qətnamə iddia edir ki, bu institutun yaradılması xüsusən də vitse-prezidentlərin seçilməməsi, birbaşa prezident tərəfindən təyin edilməsi. Təyinat məsələsi. Bəli, bu təyinat məsələsi vəzifələrin seçkisiz və birbaşa təyinat yolu ilə ailə-klan hakimiyyətinə verilməsini rəsmiləşdirdi. Sənədin iddiası budur. Başqa sözlə desək. Başqa sözlə sənəd belə təqdim edir. Əgər 2009-da hakimiyyətdə qalma müddəti limitsizləşdirildisə, 2016-da hakimiyyətin seçki prosesini, belə deyək, tamamilə kənarda qoyaraq təyinatla möhkəmləndirilməsi. Və potensial olaraq ötürülməsi üçün. Bəli, ötürülməsi üçün yeni bir vasitə, yeni bir yol yaradıldı. Deməli, mənzərə tamamlanır qətnamənin gözündə. 2002 ötürmə, 2009 limitsiz müddət, 2016 təyinatla möhkəmlənmə. Bu 3 addım ardıcıl olaraq sənədə görə konstitusiyanın ilkin balansını pozdu və hakimiyyəti bir mərkəzdə o ailə klanın əlində cəmləşdirdi. Məhz belə. Sənədin əsas arqument xətti budur. Yaxşı. Bəs qətnamə bu dəyişikliklərin motivasiyasını necə izah edir? Niyə edildiyini? Axı yəqin ki, bunlar açıq şəkildə hakimiyyəti möhkəmlədək deyə təqdim edilməmişdi.
Əlbəttə. Qətnamə bu məqama da toxunur. İddia edir ki, əsl məqsədlər gizlədilib. Bütün bu fundamental dəyişikliklər sənədə görə cəmiyyətə islahat adı altında təqdim edilib. Necə yəni? Qətnamə deyir ki, əsl niyyəti pərdələmək üçün konstitusiyaya güya sosial təminatı gücləndirən, gənclərin imkanlarını artıran maddələr əlavə olunub. Amma qətnamə bunları deklarativ adlandırır. Yəni, kağız üzərində qalan, əsas məqsədi gizlətməyə xidmət edən əlavələr. Anladım. Yəni, qətnamənin fikrincə vitrinə sosial məsələlər qoyulub, amma arxada başqa məqsəd olub. Bəli, sənədin arqumenti budur ki, əsas məqsəd hakimiyyətin bir qrupun əlində daimi saxlanılması idi və bu əlavələr bunu maskalamaq üçündür. Və bütün bunların yekununda qətnamə çox kəskin bir nəticəyə gəlir, eləmi? Bu nəticə nədir? Bəli, yekun diaqnoz bayaq dediyimiz kimi çox kəskindir. Bildirilir ki, bütün bu proseslərin sonunda Azərbaycan Respublikasının konstitusiyası, xalqın hüquqlarını qoruyan əsas qanun ictimai müqavilə olmaqdan çıxarıldı və sənədin təkrar-təkrar işlətdiyi o ifadə ilə Əliyevlər ailəsinin şəxsi hakimiyyət nizamnaməsinə çevrildi. Bax bu, bütün qətnamənin isbatlamağa çalışdığı son və ən ağır ittihamdır. Bu, həqiqətən də çox ciddi bir iddiadır. Bu, ümumi nəticədən sonra qətnamə şəqinki konkret ittihamları sıralayır. Bəli, bunları Azərbaycan xalqının və dünya ictimaiyyətinə çatdırmaq istədiyini bildirir və konkret nəticələri sadalayır. Gəlin baxaq o siyahıya. Nələr deyilir orada? Birincisi, deyilir ki, konstitusiyanın mahiyyəti tamamilə məhv edilib. Mahiyyəti məhv edilib. İkincisi, sənədin iddiasına görə ilkin variantda, yəni 1995-də müəyyən qədər xalqın hüquqlarını qoruyan konstitusiya dəyişikliklərdən sonra o ailə-klan hakimiyyətini qanuniləşdirən, normativləşdirən bir sənədə çevrilib. Yəni qanun çərçivəsinə salan. Üçüncüsü, qətnamə deyir ki, konstitusiyanın 6-cı maddəsi pozulub. Yəni, hakimiyyətin mənimsənilməsi cinayətdir prinsipi və iddia edir ki, hakimiyyət faktiki olaraq Əliyevlər ailəsinin mülkiyyətinə çevrilib. Bu siyahı davam edir deyəsən. Hə, davam edir. Dördüncüsü, sənəd iddia edir ki, xalqın iradəsi formal xarakter alıb. Referendumların nəticələri isə saxtalaşdırılıb. Beşincisi, qətnaməyə görə demokratik dövlətçiliyin əsas prinsipləri, xüsusilə hakimiyyət bölgüsü, qanunverici, icra edici, məhkəmə ayrılığı ləğv edilib. Bütün hakimiyyət qolları faktiki bir mərkəzdə, prezident aparatında cəmləşib. Hakimiyyət bölgüsünün ləğvi. Altıncısı, deyilir ki, bütün dövlət strukturları bu ailə-klan hakimiyyətinə tabe edilib. Və nəhayət 7-ci və yekun olaraq təkrarən vurğulanır ki, konstitusiya ilkin mahiyyətini itirib, ictimai müqavilə olmaqdan çıxıb və Əliyevlər ailəsinin şəxsi hakimiyyət nizamnaməsi halına gəlib. Bu, həqiqətən də çox əhatəli və ağır ittihamlar toplusudur. Bütün bu təhlildən, iddialardan sonra bu, Azərbaycan Xalq Parlamentinə təklif edir. Yəni, qətnamənin sonunda konkret qərarlar varmı? Nə etmək lazımdır, deyir. Bəli. Təkcə təsvir etmir, həm də konkret addımlar təklif edir. Qərara alır başlığı altında 3 əsas qərar var. Birinci qərar nədir? 1. 2002, 2009 və 2016-cı illərdəki referendumlarla konstitusiyaya edilən bütün dəyişikliklər, Bəli. onları əsas qanunu Əliyevlər ailəsinin şəxsi hakimiyyət nizamnaməsinə çevirdiyi üçün xalqın və dövlətin mənafeyinə zidd hesab edilsin və ləğv edilsin. Bax, belə bir tələb. Ləğv edilsin. Bəs ikinci? İkinci, Azərbaycan Respublikasının yeni, müasir tələblərə cavab verən konstitusiya layihəsinin hazırlanması prosesinə dərhal başlanılsın. Yeni konstitusiya. Üçüncü qərar nədir? Üçüncü də budur ki, bu yeni layihəni hazırlayacaq Konstitusiya Komissiyasının tərkibi müəyyən edilsin və təsdiq üçün parlamentə təqdim edilsin. Bu işdə qətnamənin riyasət heyətinə tapşırılır. Aydındır. Deməli, yol xəritəsi belədir. Köhnə dəyişiklikləri ləğv et, tamamilə yeni bir konstitusiya yazmaq üçün işə başla. Bu kifayət qədər, necə deyim, köklü bir təklifdir. Bəli, sənədin ümumi tonunu, ittihamların ağırlığına nəzər alsaq, təklif olunan həll yolu da ona uyğundur, çox radikal səslənir. Yaxşı, onda gəlin bu geniş müzakirəni yekunlaşdıraq. Bugün sizinlə sizin təqdim etdiyiniz çox spesifik sənədi Azərbaycan Xalq Parlamentinin 27 sentyabr 2025 tarixli qətnaməsini təhlil etdik. Ümumiləşdirsək,
Əsas argument nədir? Əsas argument odur ki, 2002, 2009 və 2016-cı illərdəki konstitusiya dəyişiklikləri məqsədyönlü addımlar olub. Və nəticədə nə baş verib qətnaməyə görə? Nəticədə sənədin iddiasına görə Azərbaycanın idarəetmə sistemi dəyişib. İlkin konstitusiyadakı o tarazlı prezident respublikasından Nəyə doğru? Möhkəmlənmiş, mərkəzləşmiş və sənədin ifadəsi ilə ailəvi idarəçiliyə doğru. Qətnamə deyir ki, bu proses konstitusiyanın ilkin ruhunu, mahiyyətini aradan qaldırıb. Və bir daha çox vacibdir vurğulayaq ki, bizim bütün bu təhlilimiz yalnız və yalnız bu konkret qətnamənin içindəki baxışlara, iddialara və argumentlərə əsaslanır. Bəli, bizim məqsədimiz bu sənədin məzmununu, onun öz məntiqini sizə neytral şəkildə çatdırmaq idi, təsdiq və ya təksib etmədən. Tamamilə doğrudur. Və sonda, həmsəki kimi, sizin üçün, yəni dinləyicilərimiz üçün bir düşündürücü sual. Yalnız bu qətnamənin təqdim etdiyi məntiq çərçivəsində düşünərək, sizin fikrinizcə bu təsvir olunan transformasiya hekayəsində hansı tək dəyişiklik ən həlledici görünür? 2002 varislik mexanizmi Yoxsa 2009 müddət limitinin ləğvi və ya 2016 vitse-prezidentlik, yəni təyinat, hansı daha kritik dönüş nöqtəsi idi? Bəli, qətnamənin müəllifləri bu üç addımdan hansını öz argumentləri üçün ən fundamental, ən geri dönülməz hesab edə bilərdilər və niyə məhz onu? Bu sual üzərində düşünmək bəlkə də sənədin daxili məntiqini daha dərindən anlamağa kömək edər. Çox maraqlı sualdır, həqiqətən. Sənədin öz argumentasiyasının ağırlıq mərkəzini tapmağa kömək edir. Bununla da bugünkü təhlilimizi yekunlaşdırırıq. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Sağ olun. Növbəti müzakirələrdə görüşənədək. Sağ olun.